Salam dəyərli izləyicilər. Burada qeyd edək ki, Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının birinci mərhələsində baş verməmişdir. Təbii ki, bu 1804-1813-cü illəri nəzərdə tutur. Qarababa döyüşü olub 1809-cu ildə aiddir. Qəmərli kəndində Rus qoşunlarının məğlub edilməsi də aiddir. 1804-də baş verib. Kürəkçay müqaviləsi 1805-ci ilə aiddir. Lakin bu müharibə dövründə baş verməyib. Rusiyanın Quba və Lənkəran xanlıqlarını işğal etməsi də var idi. Ona görə götürmürük. Rusiyanın Qarabağ və Lənkəran bir hissəsini Qacarlara güzəştə getmək istəməsi. Bu da var idi. Yəni güzəştə getmək istəyirdi. Lakin daha doğrusu burada deyir ki, Rusiya Qarabağ və Lənkəranın bir hissəsini Qacarlara güzəştə getmək istəyirdi. Deməli, həmin ərazilər ki tutulmuşdu, onları bu müharibədən sonraki dövrdə idi ki, həmin əraziləri güzəştə getsin. Doğru cavabımız yəqin ki, Y variantıdır. Burada Kürəkçay müqaviləsini o dövrdə baş verib. Yəni 1805-ci ildə Qarabağ işğal olunub deyə 1805-də bunu götürmədik. Burada uyğun cavabımız Y variantıdır. Növbəti sualda qeyd edilir ki, kənd cəmiyyətləri idarəsi haqqında əsasnamənin məhdud cəhətlərindəndir. Torpaqlar ağalar və bəylərin mülkiyyətində saxlanılır. Bəli, baxmayaraq ki, kəndlilər üzərində polis və məhkəmə hüquqları itilmişdi, amma yenə də əsas torpaq mülkiyyəti mülkədarların əlində idi. Ona görə də doğru götürəcəyik. Kəndlərin torpaq satın almasına dövlət heç bir yardım etmirdi. Burada satın alma ilə bağlı elə bir şeylər yox idi. Satın alması ilə bağlı 70-ci ildə keçən islahatda verilmişdi. Vergilərdə dəyişməz olaraq qalmışdı. Bəli, doğrudur. Vergilər də dəyişmirdi. Azərbaycanda feodal torpaqların ali müsəlman silkinə verilir. Azərbaycanın feodalları torpaqları yalnız ali müsəlman silkinə verilə bilərdi. Bu da kənd cəmiyyətləri ilə bağlı qanuna daxil deyil. Deməli, uyğun cavabımız 1-3 olar. Yəni burada D variantı uyğundur. Diqqətinizə görə təşəkkür edirik.